Uşağımın heç özünə inamı yoxdur. Öz güvəni çox aşağıdır. Necə eləyim mən bunu qaldırım? Bu sözləri deyərəkdən yanında 13 yaşlı oğlan uşağı ilə qəbuluma gələn valideynlər gördüm. Elə uşağın yanındaca uşağın problemlərindən bəhs edir. Əziz valideynlər, baxın, əgər bir uşağın yanında onun problemlərindən bəhs edərsək, uşaq həftə ərzində 18 dənə 5, 1 dənə 4 alıbsa, gündəliyi açan kimi, kaş ki bu dərsi də daha yaxşı oxusaydım, bu 4-ün burada olmasaydı. Və yaxud da ki, uşaq evə gəlib öz uğurlarından, nailiyyətlərindən bəhs edərkən, bəs filankəs sinif yoldaşını neçə aldı, müəllimə onun haqqında nə dedi, soruşarkən, bəs heç düşünmürsünüz ki, uşağın öz güvəni sınır, özünə inam hissi azalır. Əgər bir valideyn özünə güvənmirsə, daima özündən narazıdırsa, öz uğursuzluqlarından bəhs edirsə, bu uşaq ona baxıb necə özgüvənli olsun? O bir atalar sözü var, aşıq gördüyünü çalar. Eynən o qaydada. Birinci növbədə siz özünüzə güvənməlisiniz. Öz uğurlarınızdan, nailiyyətlərinizdən bəhs etməlisiniz. Yoxdursa belə uşağa özgüvənsiz olduğunuzu hiss etdirməməlisiniz. İkinci növbədə övladınızı müqayisə etməməlisiniz. Üçüncü növbədə şərt qoymamalısınız. Uşağın ən kiçik uğurlarına sevinib, onları alqışlayıb, ən kiçik uğursuzluqlarını da bəzən görməzdən gəlmək lazımdır. Bu mövzuda videolarım sizə maraqlıdırsa, məni izləməyə davam edin və videoları yadda saxlayın.